Salam əziz şagirdlər. Bu gün mən sizə Bunçer Tədris Mərkəzinin təşkil etdiyi sınaq suallarının izahını paylaşacağım. İlk öncə 8-ci sinifdən başlayıram. 57-ci suala baxırıq. Üçbucaqda orta xətt paralel olduğu tərəfdən 5 sm keçikdirsə, orta xəttə paralel olan tərəfi tapın. İlk öncə üçbucaq çəkirik və demişdik ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Tutaq ki, oturacaq x-dirsə, orta xətt şərtdə dediyi kimi paralel olduğu tərəfdən 5 sm keçikdir. X minus 5. Orta xəttin 2 misli oturacağı bərabərdir. 2x çıxılsın 10 bərabərdir x-ə. Dəyişənləri bərabərliyin bir tərəfinə, ədədləri isə digər tərəfinə yığırıq. Və ədədləri və dəyişənləri bərabərliyin sol və ya sağ tərəfinə keçirdikdə işarələri əksinə dəyişir. Düzgün variantımız olacaq D variantı, Y variantı 10. Keçirik növbəti suala. Perimetri 36 cm olan bərabər yanlı üçbucağın orta xətti 7 cm-dir. Bu üçbucağın yan tərəfini çəkin. Bərabər yanlı üçbucaq yan tərəfləri bir-birinə bərabər olan üçbucaqdır və orta xəttimiz 7 cm-dir. Yan tərəfləri x deyirik, bir-birinə bərabər olduğu üçün. Üçbucağın orta xətti 7 cm-dirsə, ona paralel olan tərəf ondan 2 qat çox, yəni 14 cm-ə bərabər olacaq. Üçbucağın perimetrini tapmaq üçün bütün tərəflərinin cəmini tapırıq. Bərabərdir 36-ya. 2 dənə x bərabərdir 36 çıxılsın 14-ə, 2x bərabərdir 22-yə, x də bərabərdir 11 cm-ə. Üçbucağın yan tərəfinin uzunluğu 11 cm olur. Düzgün variantımız B variantı. Keçirik növbəti suala. Əli 9-cu suala baxırıq. Trapesiyanın yan tərəfləri 8 və 10 cm-dir. Perimetri 50 cm olan trapesiyanın orta xəttini tapın. Biz bilirik ki, trapesiyanın yan tərəfləri 8 və 10. Kiçik oturacağı bilmirik, A-la işarə edirəm. Böyük oturacağı bilmirəm, B ilə işarə edirəm. Və trapesiyanın perimetrini tapanda bütün tərəflərin cəmini tapırıq. A plus B plus 8 plus 10 bərabərdir 50-yə. A üstə gəlsin B bərabər olacaq 50 çıxılsın 18-ə. A plus B bərabərdir 32-yə. Yadımızda saxlayırıq ki, trapesiyanın orta xətti oturacaqların cəminin yarısına bərabərdir. Yəni M bərabərdir A plus B bölü 2. Düzgün variantımız olacaq 16. C variantı. Keçirik növbəti suala. Trapesiyanın diaqonalı onun orta xəttini 2/6 nisbətində bölür. Yadımızda saxlayırıq ki, əgər trapesiyanın diaqonalı onun orta xəttini hər hansısa bir nisbətdə bölürsə, həmin ədədlərin yanına K yazırıq və şəkildə qeyd edirik. Yadımızda saxlayırıq ki, kiçik oturacaq 2K-nın 2 mislinə, yəni 4K-ya, böyük oturacağı isə 6K-nın 2 mislinə, yəni 12K-ya bərabərdir. Trapesiyanın orta xətti 16 cm-dir. Yəni 2K-nın 6K-nın cəmi 16. 8K bərabərdir 16-ya. K da bərabərdir 2 cm-ə. Onda kiçik oturacaq 4 vurulsun 2, 8. Böyük oturacaq 12 vurulsun 2, yəni 16 cm olacaq. Keçirik növbəti suala. Düzgün variantımız 24 cm. Düzgün variantımız Y variantı. Trapesiyanın oturacaqları 14 və 20 cm-dir. Orta xəttin diaqonallar arasında qalan parçasının uzunluğunu tapın. Yadımızda saxlayırıq ki, diaqonalların orta xəttin diaqonallar arasında qalan parçasının uzunluğu bu hissi olur. Buranı tapmaqdan ötürü oturacaqların fərqini yarısına bərabərdir. 20 çıxılsın 14 bölünsün 2. Düzgün variantımız olacaq Y variantı. Keçirik növbəti suala.
Düz xətti kəsməyən parçanın uc nöqtələri düz xəttdən 16 və 14 sm məsafədədir. Bu parçanın orta nöqtəsindən düz xəttə qədər olan məsafəni tapın. Düz xətt çəkirik və hər hansı bir parça çəkirik. Parçadan düz xəttə qədər olan kiçik məsafə, bu da böyük məsafə. Yadımızda saxlayırıq ki, parçanın orta nöqtəsindən düz xəttə qədər olan məsafəni tapmaqdan ötürü 16 ilə 14'ü toplayıp yarıya böləcəyik. 30 bölünsün 2. Düzgün variantımız olacaq 15. Əgər düz xətt parçanı kəsmirsə, bu zaman cəmin yarısına bərabər olur. Keçirik növbəti suala. Tərəfləri 5 bölünsün x kvadratı və 2 bölünsün 3x olan paralelogramın perimetrini tapın. Biz bilirik ki, paralelogramın tərəflərini toplayıb 2-yə vuranda perimetrini tapmış oluruq. İlk öncə tərəfləri toplayaq. Ortaq məxrəcə gətirməliyik. Burada x kvadratıdır, burada 2x-dir. Burada tamamlayıcı vurğumuz 2 olacaq, burada isə x olacaq. Ortaq məxrəcimiz 2x-in kvadratı. 5 dəfə 2, 10. Üstə gəlinsin 2x. Daha doğrusu burada 3, 3x. 2'ye vursaq, 2'lər ixtisar gedir. Düzgün variantımız olacaq. 10 üstə gəlsin 3x bölünsün x-in kvadratı. B variantı. 2'yə ən sonda niyə vurdum? Çünki paralelogramın bir tərəfindən 2 dənədir. Bura A, bura A, bura B, bura B. Yəni perimetrini tapanda 2 vurulsun, A plus B düsturundan istifadə edirik. Keçirik növbəti suala. 64'də B-nin neçə tam qiymətində ifadəsi tam qiymət olar. 9B-nin kvadratı çıxılsın 14B, üstə gəlinsin 8, bölünsün B. İlk öncə surətləri parçalayırıq. 9B-nin kvadratı böl B, çıxılsın 14B böl B, üstə gəlsin 8 bölünsün B. B'lər ixtisar gedir, qalır 9B, çıxılsın 14, üstə gəlsin 8 bölünsün B. Baxırıq ki, ifadənin tam qiymət alması üçün hər biri tam ədəd olmalıdır. Burada kəsir olduğu üçün B-nin qiymətlərinə 8-in bölənlərini yazırıq. 1, 2, 4, 8. Həmçinin tam dediyi üçün mənfiləri də qeyd edirik. Olacaq 8 dənə. A variantı. Keçirik növbəti suala. X bərabərdir -2 olduqda x üstü 8 çıxılsın 1, bölünsün x minus 3 üstü 5, üstə gəlsin 3 minus x üstü 5, üstə gəlsin x üstü 4 plus 1 kəsirinin qiymətini tapın. İlk öncə mən məxrəci sadələşdirərəm. Xüsusən də bu ifadəni yadımızda saxlayırıq ki, əgər dərəcəmiz tək dərəcədəndirsə, o zaman bu ifadələr yerin dəyişmiş şəkildədirsə, bunlar islah olunur. Bunun səbəbi nədir? Əgər x minus 3'ü 3 minus x formasına gətirmək istəyirəmsə, o zaman mənfini kənara çıxardıb yazıram və tək dərəcədən mənfi qaldığı üçün ifadəmizin biri müsbət, digəri isə mənfi olur və islah olunur. Davam edək misala. X üstü 8 çıxılsın 1, bölünsün x üstü 4 plus 1. X üstü 8'i x üstü 4 üstü 2 şəklində yazırıq. 1'i 1'in kvadratı kimi və surətimiz müxtəsər vurma düsturudur. X üstü 4 çıxılsın 1, x üstü 4 plus 1. Bir dəfə cəmi ilə yazırıq, bir dəfə fərqi ilə. X üstü 4 plus 1'lər ixtisar gedir. Ən sonda x üstü 4 minus 1 qalır. Və x-in -2 qiymətində ifadəni hesablayacağıq. X-in yerinə -2 qoyuram. Cüt dərəcədən mənfi udulur. 2 üstü 4 eləyir 16. 16'dan da 1 çıxanda eləyir 15. Düzgün variantımız A variantı.
Keçirik növbəti suala, 66-cı suala. X bərabərdir 11 olduqda hesablayın. Bu misalda x-in yerinə 11 qoyub da hesablasaq eyni cavabı alırıq. Vuruqlarını ayırıb hesablasaq da eyni cavabı alırıq. Vuruqları ayıra bilməyən şagirdlər sadəcə x-in yerinə 11 qoyub hesablaya bilərlər. Gəlin biz vuruqları ayırma yolu ilə eləyək. 15-in bölənləri 3 və 5-dir. Baxırıq, mənfi 2 olduğu üçün və mənfi 15 olduğu üçün mənfi 3 və 5. 27-nin vuruqları olacaq mənfi 3 və 9. Vuruqlarımız x plus 3, x minus 5. Həmçinin x plus 3, x minus 9. X plus 3-lər ixtisar gedir. X-in yerinə 11 qoysam, 11 çıxılsın 5, 11 çıxılsın 9. 6 bölünsün 2. Düzgün variantımız olacaq 3. C variantı. Keçirik növbəti suala. MNKD trapesiyasında MY və DY tən bölənlərdir. MD 20 cm-dir. NK 14 cm-dir. Yadımızda saxlayırıq ki, tən böləndirsə, bu bucaqla bu bucaq bərabərdir və trapesiyanın oturacaqları paralel olduğu üçün daxili çarpaz bucaqlar yaranır və bucaqlar da bir-birinə bərabərdir. Həmçinin bunlarda və baxırıq ki, 14-dürsə, tən bölən olduğu üçün NY ilə YK bir-birinə bərabər olur, 7, 7. Həmçinin bu bucaqlar da bir-birinə bərabər olduğu üçün yan tərəflərdə 7 olur. Trapesiyanın perimetrini tapmaqdan ötürü kiçik oturacaq 14, böyük oturacaq 20 və yan tərəflərdə 7, 7. Düzgün cavabımız olacaq 48 cm. B variantı. Keçirik növbəti suala. 68-ci suala. Vuruqları ayırın. A kvadratı üstəgəl 4B-nin kvadratı çıxılsın 16, çıxılsın 4AB. Vuruqları ayırmaqdan ötürü müxtəsər vurma düsturlarından istifadə edəcəm bu misalda. Birincinin kvadratı, ikincinin kvadratı və birinci və ikincinin 2 misli. A kvadratı üstəgəl 4B-nin kvadratı çıxılsın 4AB. Bir qruplaşdırıram. Yerdə qalır 16. 16 isə 4-ün kvadratıdır. Davam edirik. A çıxılsın 2B-nin mörtərizə kvadratı çıxılsın 4-ün kvadratı. Bu da olur kvadratlar fərqi. Bir dəfə minus ilə, bir dəfə plus ilə yazacağıq. Düzgün variantımız olacaq. A minus 2B çıx 4, A minus 2B plus 4. Yəni Y variantı. Keçirik növbəti suala. A bölünsün B bərabərdir 5-də 3 olarsa 5A plus B bölünsün 2A çıxılsın B ifadəsinin qiymətini tapın. Biz bölmə əməlini kəsir xətti ilə əvəz eləsək, bu şəkildə yazırıq və tənasübdən A 3-ün K-sına, B isə 5K-ya bərabərdir. Ümumiyyətlə, harada nisbət gördük, həmin ədədlərin yanına K əlavə edirik. A-nın yerinə 3K qoyuraq. B-nin yerinə 5K. A-nın yerinə 3K. B-nin yerinə 5K. Və hesablayıram. 20K bölünsün 6K çıx 5K, 1K. K-lar ixtisar gedir. Düzgün variantımız olur 20. B variantı. Keçirik növbəti suala. Verilənlərə görə trapesiyanın perimetrini tapın. Trapesiyanın perimetrini tapmaqdan ötürü bütün tərəfləri toplayırıq. 5x plus 6 bölünsün 1 minus x. Üstə gəlinsin 2x minus 3 bölünsün x minus 1. Üstə gəlinsin 4 bölünsün x minus 1. Üstə gəlinsin 8x bölünsün x minus 1. Baxıram, hər birində məxrəclər eynidir, amma burada yerin dəyişmiş şəkildədir. O zaman mən digər eyni olan üçün toplayaram ilk öncə. X minus 1, 4, üstə gəl 8x,
Üstə gəl 2x minus 3 olacaq. X minus 1-də 4-dən 3-ü çıxaran 1, üstə gəlinsin 10x. Davam edirik. Yerdə qalır 1 minus. Deməli 1 plus 12x bölünsün x minus 1 tapdıq. Davam edirik misala. Yerdə qaldı. Deməli üstə gəlinsin 5x plus 6 bölünsün x minus 1. Yerin dəyişərəm. 1 plus 10x bölünsün x minus 1. X minus 1'in yerinə qarşıya mənfini çıxarıb 1 minus x kimi yazaram. Və yadımızda saxlayırıq ki, daha doğrusu burada 1 minus x-dir. Qarşıya mənfi çıxarıb 1 minus x minus 1 şəklinə gətirərəm. Və həmin mənfini müsbətə vuranda olacaq çıxılsın x minus 1, 5x plus 6. Kəsir xətti çəkirik. X minus 1, 1 plus 12 çıxılsın 5x. Qarşıda mənfi olduğu üçün 6'nın işarəsi əksinə dəyişir. Olur çıx. X minus 1, 5x minus 5'ə. Davam edirik. 5x minus 5 bölünsün x minus 1. Və 5'i ortaq vuruq çıxarsaq x minus 1, x minus 1. X minus 1'lər gedir. Düzgün variantımız 5 olur. C variantı. Keçirik növbəti misala. 49x-in kvadratı çıxılsın 5x minus 3'ün kvadratı. 49x-in kvadratı 7x-in kvadratıdır. Və kvadratlar fərqindən istifadə edəcək. Bir dəfə minus ilə, bir dəfə isə plus ilə vuruqları ayırırıq. Və minus ilə yazanda diqqətli olmaq lazımdır. İşarə hər bir əksinə dəyişəcək. 5x plus 3 bərabərdir. 7x ilə 5x toplayanda 13x çıx 3. 2x plus 3. Və buradan 3'ü çıxartsaq qalacaq 4x minus 1 vurulsun 2x plus 3. Düzgün variantımız B variantı. Keçirik növbəti suala. 72-ci suala. X bölünsün y bərabərdir y bölünsün z olarsa 5y-in kvadratı çıxılsın 2y z bölünsün 4y z çıxılsın 12z. Çarpaz vursaq y-in kvadratının yerinə xz yazıram. Gətirib hər bir y kvadratının yerində xz yazacağım. 5 xz çıxılsın 2yz bölünsün 4yz minus 12z bərabərdir. Kəsir xətti çəkirik. Hər birindən x-i ortaq vuruq, z-i ortaq vuruq çıxarsaq qalacaq 5x minus 2y. Həmçinin aşağıdan z və 2-ni ortaq vuruq çıxartsam 2z qalacaq 2y minus 5x. Bunlar ixtisar gedir, amma mənfi 1 qalacaq. Çünki yerlərin dəyişmiş formadadır. Düzgün variantımız olacaq. Z-lər də ixtisar gedir. Mənfi 2-də 1, yəni mənfi 0,5. 72 olur A variantı. Keçirik növbəti suala. M-in kvadratı çıxılsın 4n plus 16 bölünsün 3n plus 12 km bölünmüş saat sürətlə hərəkət edən maşın m kubu plus 64 bölünsün 3 km məsafəni neçə saata gedər? Sürətimiz var bizim. M kvadratı çıxılsın 4m üstə gəlsin 16 bölünsün 3n plus 12. İlk öncə gəlin bunu sadələşdirək. Biz baxırıq ki